Salam. Bu videoda mən indiyə kimi qəbula düşmüş və Nedimin sınağında olan alqoritm misallarını izah edəcəm. Birinci 3 iyun tarixində 2023-cü ildə düşmüş sualı izah edək. Burada biz uyğunlaşdırmalıyıq. Alqoritmin hər bir addımı bütün icraçılar üçün müxtəlif olmalıdır. Fikri alqoritmə görə yanlışdır. Alqoritmin ayrı-ayrı sadə addımlardan ibarət olması diskretliyə aiddir. Alqoritmin hər bir addımı dəqiq bir mənalı olması müəyyənlikdir. Alqoritmin eyni növ məsələlərin hamısı üçün tətbiq olunması kütləvilikdir. Alqoritmin sonlu sayda addımlardan sonra bitməsi nəticəvilikdir. Deməli 1B, 2C, 3Y. Digər misalda x-imiz 5-dir, y-imiz 10-dur. 10 ondan kiçik bərabərdir, bəli. Eləcə də 5 ondan kiçik bərabərdir, bəli. Biz burada x-i bir vahid artıracağıq, y-i isə bir vahid azaldacağıq və bu proses davam edir ta ki x ədədi, x-in dəyəri y-dən böyük olana qədər. Ona görə vaxt itirmədən tez-tez biz bunu özümüz üçün yazırıq. Və burada artıq 8 7-dən kiçik bərabər olmadığı üçün dövr dayanır. Gəlirik x-dən 5 vahid çıxırıq, olur 3. 7-ni 5 vahid artırırıq, olur 12 və dövr qaydanda bu hissəyə 12 artıq ondan kiçik bərabər olmadığı üçün yox hissəsinə çıxırıq və x-i, y-i çap edir. X-imiz 3, y-imiz 12, y variantı. Növbəti bizdə diskriminantın qiymətindən asılı olaraq kvadrat tənliyin həll alqoritmi blok sxemini qurmaqdır. Bu da heç də çətin deyil uşaqlar. Başlanğıc yazırıq. Sonra kvadrat tənlikdə bilirsiniz ki, A, B, C olur. Bunları daxil edirik. Sonra diskriminantın tənliyini yaza bilərik. Hətta kvadrat tənliyin özünü də verə bilərsiniz, yaza bilərsiniz. Amma əsasları qeyd edək ki, biz burada diskriminantın sıfırdan müqayisəsinə baxacağıq. Və soruşuruq. Bizim diskriminantımız əgər sıfırdan böyükdürsə, hərdirsə, bilirik ki, 2 bərabər həqiqi kökü var, düzdür. Onun üçün biz nə yazırıq? Yazırıq x1 bərabərdir mənfi b üstəgəl diskriminantı kökaltı ifadə olaraq alqoritmdə yazmaq olmaz deyə biz diskriminantın qüvvətində 0.5 yazırıq və bunu da bölməliyik nəyə? 2a-ya, 2 vurulmuş a-ya. Eyni x2 üçün də yazırıq. Mənfi b bu dəfə çıxmalıyıq. Diskriminantın qüvvətində 0.5 və bölürük 2a-ya. Bu bizdə oldu həqiqi kökü. Hər ikisinin həqiqi kökü. Digər halda biz əgər yenidən qururuqsa, burada diskriminant bərabərdir 0-ı götürəcəyik. Hərdirsə 2 bərabər kökü var deməkdir. Biz bunu x1 bərabərdir x2 kimi yaza bilərik və ardında mənfi b-ni bölməliyik nəyə? 2a-ya. Aydındır, 2 vurulsun a-ya. Bu da bizim oldu bərabər hissəmiz. Bir də bunun əks haldası var. Düzdür, mənim yerim çatmadı. Əks haldasında çap olunacaq ki, həlli yoxdur. Aydındır. Burada deyiləcək ki, yazmağa çalışaq. Həlli yoxdur. Palleogramın içində, dırnağın içində yazırıq və sonda mütləq şəkildə bunların hamısı birləşir və x1 ilə x2-ni çapa veririk son. Bu şəkildə bu alqoritmi qurmuş oluruq. Bunların da yox budaqların yazmağı unutmuruq. Yəni 2 dənə məntiqi blok yetərlidir. Növbəti sualımız bizim ayın 4-də olan qəbul sualıdır. 76-da deyir ki, istənilən n natural ədədi üçün blok sxem formasında verilmiş alqoritm nəyi hesablayır? Baxaq, bunu bilmək üçün ən gözəli n-ə bir ədəd verək. N-ə misal üçün 2 verək. N-imiz 2-dirsə, A-mız 1-dir, B-miz 1-dir və 1 2-dən kiçik bərabərdir, bəli.
O zaman 1-i 1-ə vururuq, olur 1. Faktorialın hesablanmasıdır, görürsüz. A-nı bir vahid artırır, olur 2. 2, 2-dən də kiçik bərabər olduğu üçün 1-i də 2-yə vuracaq, olacaq 2 faktorial. Burada A 3 olduqdan sonra 3 2-dən bərabər deyil, çıxır çıxışa. Biz buradan nəyi görmüş olduq? Hansı faktorialdısa o faktorialda çap etmiş oldu. 3 olsaydı cavab 6 olacaqdı. Yəni 3 faktorial. Deməli, bizim burada cavabımız olacaq n ədədinin faktorialı, C variantı. Sonra növbəti suala keçirəm. X-imiz 2-dir, Y-imiz 4-dür, Z-imiz 2-dir. Burada 2 4-dən kiçikdirmi? Bəli. Hə hissəsi ilə gəlirik. Z-imiz 2 2-dən kiçikdirmi? Xeyr. Xeyr hissəsi ilə gəlirik. Y-i Z-ə bölürük. 4-ü 2-yə böləndə 2. 2-nin üstünə də 2 gələndə olur 4. Yəni çıxışa gəlir, çıxırıq. C-imiz olur 4. Sonra n dəfə informatika sözünü çap edən alqoritm blok sxemini qurun. Biz bu blok sxemini ən asan variantla, modifikasiyalı dövrlə qura bilərik və məntiqi blokla da quracağıq. Ona görə diqqətli olun. Başlanğıc n sayda dediyi üçün n-i daxil eləyirik və modifikasiyalı dövrün içində 1-dən n-ə qədər hissəni qeyd eləyirik və təbii ki, informatika sözünü çap etmiş oluruq. Burada çap edirik. Bu dövr bitənə qədər informatika sözünü çap edir. Dövrdən sonra da sadəcə son yazmaq yeterlidir. Eyni ilə də bunun məntiqi blokunu qursaq, başlanğıc n-i daxil eləyirik. I-ni burada özümüz verməliyik. I bərabərdir 1-dən başlasın və soruşuruq ki, i-miz n-dən kiçik bərabərdirsə, hədirsə, o zaman informatika sözünü çap eləsin. Və qaydarkən mütləq şəkildə bizim i-miz bir vahid artmalıdır. I-nin üstünə 1 gəlməliyik. Və son. Aydındır. Bu da belə hər iki halda hansı sizə uyğundursa o üsulda yaza bilərsiniz. Ayın 22-sində olan qəbul bizim budur. Burada deyir ki, alqoritmin blok sxeminə əsasən S dəyişənin çapa verilən qiyməti 25-dir. S-imiz 25-dir. Dövr 5 dəfə icra olunub, 5 dəfə dövr gedib. Hər dövrdə də T-ni artırıb. Düzdür? Başlanğıc n-in qiyməti neçə olmuşdur? 5 dövr gedibsə, ikimiz əgər bilmirik də hansı ədəddən kiçikdir burada. Əgər ki 5 dövr gedibsə, mən 2-ni 5 vahid artırsam, minimum 7 verə bilərəm də buna. Düzdürmü? 7 verirəmsə və yoxlayıram. Burada n-ə verilmiş qiyməti t-yə də mənimsətdiyi üçün t əgər 7-dirsə, n-imiz də deməli 7-dir. 7 2-dən böyükdürmü? Bəli, o zaman s-in üstünə neyinir? T-ni gəlir. T-ni bir vahid azaldır 6. 6 2-dən böyükdürmü? Bəli. T-nin üzərinə 6-nı gəlir. 5 2-dən böyükdürmü? Bəli. T-nin üzərinə 5 gəlir. 4 2-dən böyükdürmü? Bəli. Buranı sileyim, bizə mane olmasın. Burada 4 də gəlir. 3 də böyükdür 2-dən, 3 də gəlir. 2 artıq 2-dən böyük olmadığı üçün dövr dayanır. Baxırıq ki, 7-nin üstünə 5, 13, 5, 18, bu da 7. Həqiqətən bizə 25 ədədini verir. Deməli, 7 ədədində. Cavablarla da işləyə bilərsiniz əslində və yaxud da bu şəkildə mənim yazdığım kimi də yaza bilərsiniz. Mən onu 5 dövr gedib, 2-ni sadəcə 5 vahid artırmaqla orada 7-ni tapmış oldum. Sonra növbəti misalımız bizim alqoritmin fraqmentinin icrasından sonra B dəyişənin qiymətini təyin edin deyir. Gəlin təyin edək. Burada da məntiqlə baxsaq, A-nı 2-2 azaldır, düzdürmü? Və bu modulunu olduğu üçün, baxmayaraq ki, A burada mənfi qiymət alır, modul işarəsi olduğu üçün A-mız müsbət olacaq.
A-nın hansı müsbət qiymətində 27-dən böyük ola bilər? 2 vahid azalırsa sıfırdan başlayıb, bu ancaq 28 ola bilər. Mənfi 28 olanda bura 28 artıq 27-dən kiçik olmadığı üçün çıxışa çıxacaq və B-yə də 28 qiyməti mənimsədilmiş olacaq. Burada cavab 28-dir. Alqoritmin növlərinə uyğunluğunu müəyyən edin. Gəlin müəyyən edək. Baxırıq ki, verilmiş tərəflərə görə kvadratın sahəsinin tapılması xəttidir. Birdən n-ə qədər tək ədədlərin kvadratlarının edilməsi birdən n-ə sözü varsa artıq bu dövrdür, aralıqdır. N natural ədədin faktorialının hesablanması da dövrüdür. Verilmiş ədədin cüt və ya tək olması müqayisə budaqlanandır. Kvadrat tənliyin köklərinin tapılması budaqlanandır. Ona görə 1-ə B, 2-yə BC, 3-ə D-yə uyğun gəlir. Daxil edilmiş n sayda ixtiyari ədədin ədədi ortasını çap edən alqoritmin blok sxemini qurun. Biz bunu modifikasiyalı dövrlə qursaq, başlanğıc, n sayda ixtiyari ədəd daxil edilib. N-i daxil edirik və ədədi ortasını istədiyi üçün biz burada s-i bərabər edirik 0-a. Modifikasiyalı dövrdən istifadə etsəm, i 1-dən n-ə qədər dövr edəcək. Və 1-dən n-ə qədər dövr etdiyi vaxtda ixtiyari ədəd dediyi üçün A-nı daxil edirik və bu A-ları S-in üzərinə gəlib cəmini tapırıq. Nə qədər A-mız varsa n sayda. Və sonda bizə ədədi ortanı tap deyir. Bir K ədədi götürürəm, S-i bölürəm sayına, n sayda. Və ədədi ortasını tapmış oluruq. K-nı da mütləq şəkildə çapa verirəm və son. Belə. Növbəti ayın 27-sində olan imtahanın baxaq. Burada A-mız 5-dir. İlk öncə bu hissə dövr qurulacaq. A-mız 5-dir, B-miz 2-dir. A-nın üstünə 2 gələndə, 5-in üstünə 2 gələndə 7, 2-in üstünə 3 gələndə 5-dir. Baxırıq ki, 7 2-dən böyükdür. Bəli, bu yenə davam edir. Ta ki, B-miz A-dan böyük olana qədər. 8 yenə davam edəcək. Burada 2 vahid artırıq 11. Burada da 11. 11 11-ə artıq böyük deyil. Yox olub, gələcək yox hissəsinə. A-nı 4 vahid artırır. A-mız 11 idi. Olur 15. B-ni 6 vahid artırır. 11-in üstünə 6 olur 17. Və soruşur, 15 17-dən böyükdürmü? Xeyr, B-nin qiyməti 17 olaraq çap edilir. Y variantı. Sonra başqa, deməli, baxırıq ki, alqoritm fraqmenti icrasından sonra A dəyişən qiymətini təyin edin deyir. 45 1-dən böyükdürmü? Bəli. Burada da baxın 1 azaldır. B qiyməti 1-dirsə, A qiyməti 45-dirsə, 45 ilə 1-in cəmi bizə 46 verir. Bunların bərabərləşən hissəsi, yəni A-nın B-dən kiçik olma hissəsi harda olacaq? 2-yə bölə 2 ədəddən söhbət gedir. 23-də. 23 vahid keçdikdən sonra artıq bunlar bərabərləşəcək. Daha doğrusu dövr dayanacaq. A-ya da 23 qiymətini mənimsətmiş olacaq. Ona görə burada cavab 23-dür. Bunun blok sxemini qurmaq üçün yazaq. Başlanğıc. N faktorial olduğu üçün n saydanı daxil eləyirəm. Mənə həm faktorial lazım olduğu üçün, həm cəm lazım olduğu üçün S-ə 0 verirəm. Faktoriala da 1 yazıram. Sonra modifikasiyalı dövrümü qururam. I bərabərdir 1-dən n-ə kimi. Və burada artıq başlayıram faktorialımı hesablamağa. Faktorialın hesablanması həmişə bu şəkildədir. F-i vururuq i-yə və bu ardıcıl ədədlərin faktorialını tapır. S-in də üzərinə bütün bu faktorialları gəlməklə mən bu kodu yazmış oldum. Bu bura qayıdır. N sayda faktorialı hesablayana qədər. Buradan da çıxışdan çıxanda axırda S-i çap edir və son. Bu da oldu bizim 28-in cavabı. Sonra keçidirik ayın 12-sində olan imtahanın sualına.
Burada görürsünüz ki bu hissə əbobun hesablanmasıdır. Ona görə vaxt itirmədən əbob bizdə 55-75 nədir? Təbii ki, hər ikisinin ortaq böləni 5-dir. Ən böyük böləni 5-dir. Ona görə 73-də cavab 5-dir. Sonra gəlirik 79-a. 79-da baxırıq ki, baxaq görək. Təbii dillə təsvir. Baxaq. Deməli, birincidə bizdə nədir? Alqoritmin adımları həndəsə fiqurların daxilində yazılır. Həndəsi fiqurların daxilində yazılırsa, bu qrafikdir. 2-yə ayğın gəlir. Düzbucaqlı üçbucaqda hipotenuzun uzunluğunun tapılması alqoritmi düzbucaqlı üçbucağın A və B katitləri verilir. Bax, görürsünüz, sözlə təsvir edir. Ona görə 1-ə B uyğun gəlir. Sonra bu təsvir forması ilə kompüter ancaq ona verilmiş əmri icra edir. Ona görə də təsvir dəqiq olmalıdır. Söhbət kompüterdən gedirsə, artıq burada proqramdan söhbət gedir. Yəni proqramlaşdırma gedir. Çox vaxt bu təsvir formasında əvvəlcə blok sxem qurulur, sonra isə ona uyğun proqram tərtib edilir. Yenə dediyim kimi proqram tərtib edilirsə, bu yenə bizdə proqramlaşdırma dilindən istifadə etmiş olacaq. Və sonuncu Y təbii ki, qrafik təsvirdir. Ona görə 1-ə B, 2-yə A-Y, 3-ə də C-də cavab olacaq B variantı. Eni və uzunluğu klaviaturadan daxil edilən düzbucaqlığın sahəsini və perimetrini hesablayan və onları ekrana çıxaran proqramın alqoritmi blok sxemini qurun. Riyaziyyatçı olduğunuz üçün bütün qaydaları, düsturları bildiyiniz üçün bu sizin üçün heç də çətin olmamalıdır. Təkcə belə suallar düşsün. Eni və uzunluğu A və B götürürük və bunların sadəcə və sadəcə xətti tənlikdir bu. Heç bir təkrarlama olmayacaq, sual olmayacaq. Sahəsini tapmaq üçün A-nı B-yə vuracağıq. Perimetrini də tapmaq üçün 2-ni vururuq A üstəgəl B-yə. Vəssalam. Və çıxışa S-i, P-ni çıxardırıq. Son. Alqoritm fraqmentinin icrasından sonra B dəyişəninin qiymətini təyin edin deyir. Gəlin təyin edək, görək burada cavab nədir? Deməli, A-mız 1-dir, B-miz 101-dir. 1 101-dən kiçikdirmi? Bəli. A-mız 2 dəfə 2 dəfə artacaq. 101-dən kiçik olma halı hansıdır? 2 üstü 7-dir də, yəni 128 olanda, çünki 2 üstü 6, 64 də 101-dən kiçikdir, amma 2 üstü 7, 64-ü uca 2-yə vuranda 128 olacaq. 128 101-dən böyük olacaq və 128 ədədini B-yə mənimsədəcəyik. Ona görə 9-da D variantıdır. A 5-dir, B 1 olduqda alqoritmin yerinə yetirilməsi nəticəsində nə çap olunacaq? Deməli, 5-i və 1-i daxil eləyirik. 5 80-dən böyükdürmü? Xeyr. Və 5 80-ə bərabərdirmi? Xeyr. Deməli, 80 qiymətində bu çıxışa çıxacaq. Ona görə bu hissəni tez-tez həll eləyəcəyik. Vururuq deməli, bizim 5 ədədimizdir 2-yə, olacaq 10. Burada isə B-miz 1-də olacaq 6. 10 da eynən 2-yə vuracaq 20, bu olacaq 11. 40, bu olacaq 16. 80 artıq 80-də dayanacaq. Bu oldu 21. Gəlirik 80 80-dən böyük deyil, amma 80 80-ə bərabərdir və burada çıxışa çıxacaq B-nin qiyməti. B-nin qiyməti nə oldu? 21 oldu. Sonra klaviaturadan daxil edilən 10 natural ədəddən yalnız cüt olan ədədlərin cəmini ekrana çıxan proqramın alqoritmin blok sxemini təsvir edin. Klaviaturadan daxil edilən 10 natural ədəd isə biz nə edirik? Başlanğıc artıq eyni sayda olmayacaq. Çünki 10 natural ədəddən söhbət gedir. Amma bizə lazımdır cüt olan ədədlərin cəmini. Ona görə cəm lazım olduğu üçün S bərabərdir 0-a bərabər eləyirik. Multiplikasiyalı dövrümüzü qururuq yenə. 1-dən 10-a kimi ədədləri daxil eləsin. Ədəd daxil eləyir A-nın köməkliyi ilə 1-1, 10 dənə ədədi və bizə lazımdır cüt olanlar. Cüt olanlar lazımdırsa A modla da yaza bilərsiniz ya da A-nı 2-yə bölərkən qalıq 0-a bərabərdirsə
Hərdirsə, o zaman S-imiz cəmləsin cüt ədədləri. Əks halda qayıtsın dövrə. Əks halda qayıtsın dövrə. Bu hissədə də S-imiz nə olsun? Çap olunsun. Son. Aydındır. Bu şəkildə bu blok sxemimizi qurmuş olacağıq. Gəlirik ayın 11-də olan 2024-cü ildə DİM sınağına. DİM sınağımız necədir? Burada alqoritm blok sxemində A-nın ilkin qiyməti 22-yə bərabərdir. Dövrün gövdəsinin 7 dəfə icra olunması üçün B-nin ilkin qiyməti ən az neçə olmalıdır? Deməli, 7 dəfə icra olunur. Fikir veririk ki, A-nın ilkin qiyməti 22-dir. Aha. A-nın ilkin qiyməti 22-dir və bu 7 dəfə icra olunursa, biz o zaman belə yaza bilərik də, B üstəgəl 2 vurulsun 7, A-mız da 22-dirsə, kiçikdir 22-dən yaza bilərik olduğu kimi. Bunu yazdıqsa, onda bizim ədədləri digər tərəfə keçirsək, A tərəfə, 22-dən 14 çıxanda nə eləyir? 22-dən 14 çıxanda 8 eləyir. 8 böyükdür B. Deməli, 8-dən kiçik ən böyük ədəd hansıdır? 7-dir. Aha. 7-dir. 7-ni qoyub yoxlasaq, bir dəqiqə, 7 dəfə. 8-dən kiçik ən böyük ədəd. Əgər ki, 7-ni qoyub yoxlasaq, 22 7-dən böyükdür, bəli. 2 vahid artırırıq, olur 9. 9 da böyükdür, bəli, 11. 7 dəfə getməyəcək deyəsən, 13, 15, 15 də böyük, 15-dən də böyükdür, 17, 19, 2, 4, 6 və 21, bəli. Görürsünüz, burada 23 bir də gedəcək deyənə 7 deyil, cavabı 8 götürürük. Bir növ elə bil, biz bu hissəni necə götürürük? Böyükdür, bərabərdir. Biz bunu kiçikdir, bərabərdir götürürük əksinə. Kiçikdir, bərabərdir götürdüyümüz üçün 8 də daxil olacaq. Digər məsələdə 24-də son qiyməti neçə olar? Baxaq, x-imiz 4-dür, y-imiz 10-dur. 10 ondan kiçik bərabərdir, bəli. Bu elə bil təkrarlanır, hə? Bayaqki misal oxşayır. Baxaq. 10 ondan kiçikdir, bərabərdir, bəli. Və 4 ondan kiçikdir, bərabərdir, bəli. Fikir verin, gəlib yenə 1-1 artırıb, 1-1 azaldıq, bayaqki misal kimi. 4-ü bir vahid artırdıq, 5. Onu bir vahid azaltdıq, 9, 6, 8, 7, 7, artıq 7, hədir, yenə davam edir. Burada 8, burada 6. 8, 6-dan artıq kiçik bərabər olmadığı üçün yoxa gəlir. 8-i 6 vahid azaldır 2, 6-nı 6 vahid çoxaldır 12, qaydırıq dövrə 12 ondan kiçik bərabər olmadığı üçün 12-ni çapa verir. Cavab olur 12. Klaviaturadan daxil edilmiş iki natural ədədin qarşılıqlı sayda olub olmadığını müəyyən edən alqoritm ağlınıza əbob gəlsin. Ən asandır başlanğıc, çünki bilirik ki, əbob qarşılıqlı sayda ədəd olanda cavabı nə verir? 1 verir. Ona görə yazırıq. A ilə B-nə daxil eləyirik. Deyirik ki, A-mız B-dən fərqlidirsə, hədirsə, eyni zamanda A-mız B-dən böyükdürsə, hədirsə, A bərabərdir A-dan B-ni çıxsın. Əks halda B bərabərdir B-dən A-nı çıxsın. Bunlar hamısı qayıdır bura birləşib. Buradan isə A əbobu tapdıqdan sonra A və yaxud da B bərabərləşəcək axı. Ona görə soruşuram, A 1-ə bərabərdirsə, hədirsə, onda qarşılıqlı sadə ədədlərdirlər. Əks halda qarşılıqlı sadə ədədlər deyil. Və bu çıxışa çıxacaq son. Aydındır.
Sonra 18-də burada deyir ki, ardıcıl olaraq 16, 8, 6, 10 və 0 qiymətləri daxil edilib. Baxaq görək nə baş verəcək. N-imiz 5 fərqlidir 0-dan, bəli. 16-nı daxil eləyirəm və S-in üstünə 16-nı gəlirəm. 16 fərqlidir 0-dan, bəli. K-nı bir vahid artırıram. Gəlir, N-i bir vahid azaldıram. Olur 4. 4 də 0-dan fərqlidir. Növbəti 8 ədədini daxil eləyirəm və burada 8-i toplayıram. Yenə 8 sıfırdan fərqli olduğu üçün K-mız 2 bir vahid artır, N-imiz bir vahid azalır. 3 də sıfırdan fərqlidir deyənə növbəti 6-nı daxil eləyirəm. Oxlarla hərəkət eləyin çaşırsınızsa. Oxlar sizə istiqaməti yönəldir. Deməli, yenə K-mız, 6-mız sıfırdan fərqli olduğumuz üçün K-mız bir vahid artır, N-imiz bir vahid azalır. 2 də sıfırdan fərqlidir deyənə növbəti 10-u daxil eləyirəm. 10-u da topladıq. Burada K-mız 4 olacaq, burada isə 1. 1 də sıfırdan fərqlidir. Sonuncu sıfırı daxil eləyəndə burada sıfırı daxil etdikdə sıfırı gəlirik. Amma sıfır sıfırdan fərqli deyil deyənə yoxla gəlir. Bunu N-i azaldır, K-nı artırmır. Bu sıfır sıfıra bərabər olduğu üçün dövr dayanır. İndi S-imizi cəmləyirik. 16, 24, 30, 40 eləyir. Və 40-ı da böləndə 4-ə bizə cavabı 10 verir. Y variantı. Funksiyasının qiymətinin hesablanması üçün qurulmuş alqoritmin növünü müəyyən edin. 6 bölünsün 12 üstəgəl 6x-in kvadratı. Biz bilirik ki, məxrəci sıfırdan fərqlidirsə, yəni sıfıra bərabər olma ehtimalı varsa, bu bizdə budaqlanma alqoritmidir. Amma ki, sıfır olma ehtimalı yoxdursa, xəttidir. Ona görə burada sıfır olma ehtimalı yoxdur. X-imiz yəni mənfi ədəd ala bilməz və toplamadır. Ona görə bu xəttidir. Məxrəcin sıfır olma ehtimalı yoxdursa, bu xətti alqoritmdir. Gəldik bu məsələyə. Burada fikir verin. 1-dən hər dəfə y kvadratı, 8-dən y kvadratı, 15-dən y kvadratı çıxır. 1-dən 8-ə 7 vahid artır. Eyni ilə 8-dən də 15-ə 7 vahid artır. Bu şəkildə gedir. Əgər biz bu hissəni başa düşdüksə, digər hissəni qurmaq bizim üçün çətin olmaz. Biz burada heç nəyə daxil etmirik. İstəsək y-i daxil edə bilərik, amma y olmaya da bilər. Yəni, heç bir şey daxil etmədən də biz alqoritmi qura bilərik. Bizə lazım olan burada hasildir. Ona görə mən P-ni bərabər eləyirəm 1-ə. Sonra isə modifikasiyalı dövrümün içində in 1-dən başlayır. 50-də dayanacaq, 50-nin özünü də götürəcək və 7 artacaq, 7 artacaq ki, 1-dən növbəti ədəd olsun 8, sonra 15, bu şəkildə bu artsın. Və əsas da bu hissədə mən P-ni bərabər eləyirəm, P vurulsun, nəyə? Burada nə görürəm? Hər dəfə i-dən çıxır y-in kvadratını. Bu şəkildə yazdıqdan sonra görəcəksiniz ki, həqiqətən də bizim bu alqoritm alınır. Sonda da bizim P-ni çap edirik və son. Bu qədər sadə. Yoxlasaz görərsiniz ki, ilk öncə nə aldınız? 1 çıxılsın y-in kvadratı. Növbətində 8-i vurmalısınız. Bunu mörtəziyə alıb 8 çıxılsın y-in kvadratına. Belə davam edəcək. Və gəldik ayın ikisində olan 2024-cü ildə olan imtahana. Burada bizə alqoritmik dildə verib, amma onu proqram dilinə keçirib. Baxırıq, x bərabərdir 0, y bərabərdir 4 vurulsun x. Aha, while-dan istifadə edilib, y 24-dən kiçikdirmi? Bəli. Kiçikdirsə x bərabərdir, y-in üstünə 2 gəlməlidir. Amma burada y bərabərdir 4 üstəgəl x yazılıb, ona görə a ola bilməz. B-yə baxıram, B-də fikir verin, x bərabərdir 0-dan sonra y bərabərdir 4 vurulsun x olmalıdır, ola bilməz. C-yə baxıram ki, hamısı var, for in range-dən istifadə edilib, amma biz burada bilmirik axı, for in range istifadə olunanda bəllidir ki, neçə
dövr gedəcək. Amma burada bu yanlışdır, bu while dövrüdür. Yəni modifikasiyalı dövrdən istifadə edilsəydi foreign range verilərdi. Məntiqi blok olduğu üçün bu ancaq while ola bilər. D-yə baxırıq, x 0-dır, y-imiz düzdür, y 24-dən kiçikdir, şərti düzdür, y-in üstünə 2 gəlmə də düzdür, hamısı düzdür. Deməli, 74-də cavab D variantıdır. 80-ə baxırıq, alqoritm blok sxeminə əsasən n dəyişənin çapa veriləcək qiymətinin 232 olması üçün n-in ilkin qiyməti